O, 25 il davam edən Qafqaz-Rus müharibələrində Rus ordusunu viran edən məşhur xalq qəhrəmanıdır. Həyatını Qafqaz torpaqlarının əsarətdən qurtarmasına həsr etmişdir. Türkiyə tərəfindən Qafqaz qartalı olaraq adlandırılmışdı. O, dövrün ən qüdrətli ölkələrindən biri olan Rusiya imperiyasını viran edən böyük mücahid Şeyx Şamildir. Şeyx Şamil 1797-ci ildə Dağıstanın Cimri kəndində anadan olmuşdur. Bölgədə nüfuzlu şəxs olan Şeyx Cəmaləddin Qazi Kumikidən dərs almışdır. Onun Qafqaz xalqlarını qurtarmaq üçün Rus əsarətinə qarşı başlatdığı azadlıq mübarizəsi qısa müddətdə bir çox bölgəyə yayıldı. Qafqazda yaşayan xalqlar Şamili özlərinə lider olaraq seçmişdilər. Şamil, Ruslara qarşı cəbhədə döyüşən gerçək bir lider idi. 25 il ərzində Rusiyaya böyük itkilər verdirilmişdi.